kəlağayı qadınlıq ismətinin simvoludur. Bugün bir çoxlar analarımız əgər başı üzərində daşıyırdısa, indi cavan qız gəlinlərimiz daha çox aksesuar kimi üzərində daşımağı düşünürlər, daha çox belə gəzdirirlər və düşüncəni almaq istərdim. Aynur xanım, kəlağayının ümumiyyətlə fəlsəfi mənası o qədər böyükdür ki, hətta qədimdə savaş olan yerdə, döyüş olan yerdə analar, bacılar, xanımlar kəlağayısını yerə atan yerdə savaş durarmış. Bir də bir maraqlı bir məsələni də deyim, kəlağayının keyfiyyətinin yaxşı olması. Üzüyü ala bilərəm Lalə xanım. Əgər kəlağayı bir üzüyün içərisindən keçirsə, bu ən mükəmməl keyfiyyətə malik olan kəlağayıdır. İstəyirsiniz? Onu da yapayım. Demək ki, üzərimizdəki əsl kəlağayıdır.